Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Gündəmdə hansı futbol xəbərləri, hansı transfer xəbərləri var? Bundan agah olacaqsınız. Təbii ki, videonu sona qədər izləsiniz. Qarabağ komandasından yeni müqavilə və ayrılıqlar var. Eyni zamanda Azərbaycan və dünya futbolundan maraqlı xəbərlər və maraqlı transfer xəbərləri sizləri gözləyir. Kanalımıza abunə olun, bildirişləri açıq tutun, videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Mən isə xəbərlərin geniş təfsilatına keçirim. Qarabağ futbolçusu Richard Almeida ilə müqaviləni yeniləyib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Ağdam klubu ilə 35 yaşlı yarım müdafiəçi arasında daha bir illik müqavilə imzalanıb. Richardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O Qarabağda 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Richard bu müddətdə Premyer Liqada 238 oyun keçirib və 46 gol vurub. Qarabağ 28 yaşlı Fransalı hücumçuya da qapını göstərib. Söhbət Adama Diakabi'dən gedir. Adama Diakabi yeni klub taparsa, Qarabağ komandası qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməyə hazırdır. 2023-cü ilin yanvarından Qarabağda çıxış edən Diakabi 33 maçda 7 gol vurub. O Premyer Liqada 24 oyunda 5 gol, kubokda isə 2 oyunda 2 gol vurmaqla Avrokuboklarda 7 oyun keçirib. Fransalı futbolçu Qarabağla 2 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Adama Diakabinin Fransa 1-ci liqasından klublarla danışıqlar apardığı bildirilir. Əgər bu danışıqlar müsbət yekunlaşarsa, yaxın günlərdə onun Qarabağdan ayrılacağı elan olunacaq. Eyni zamanda Andrey Luniyevin də Qarabağdan ayrılığı bir neçə gündən sonra rəsmi şəkildə elan olunacağı gözlənilir. Qeyd edim ki, Rusiyalı qapıcı Rusiya klublarının birinə keçə bilər. Xüsusilə Dinamo Moskva ilə danışıqlar müsbət yöndə istiqamət alıb. Qapıcının özü isə mətbuata açıqlamasında bildirib ki, imkan verin kubok zəfərini qeyd edək. Qarabağda qalıb-qalmayacağıma bir neçə gündən sonra qərar veriləcək və rəsmi şəkildə elan olunacaq. Bu arada Qarabağ komandasının transfer etmək istədiyi daha bir qapıcının adına aydınlıq gəlib. Bu, Gent komandasının qapıcısı Paul Nardidir. Qeyd edim ki, Gent komandası Qarabağ komandasının rəqibi olub və bu qapıcı bizə tanış simadır. 30 yaşlı qapıcı 1 metr 88 sm boya malikdir. Qeyd edim ki, hal-hazırda onun transfer dəyəri 3 milyon avro qiymətində dəyərləndirilir. Onun Gent ilə müqaviləsi iyun ayının 30-unda başa çatır. Beləliklə Qarabağ komandası heç bir təzminat ödəmədən bu qapıcının sıralarına qoşa bilər. Bunun üçün sadəcə qapıcını razı salmaq lazımdır. Kadi Borgesin Qarabağa qayıtmaq istəməsi barəsində məlumatda sizin nəzərinizə çatdırmışdıq. Əslində Krasnodar komandası da buna qarşı çıxmır. Sadəcə Krasnodar komandası müəyyən təzminat tələb edir. Eyni zamanda Qarabağ komandası bu təzminatın çox olduğunu vurğulayıb. İcarə əsasında da Kadi Borgesin Qarabağa keçidi mümkündür. Lakin burada da Kadi Borgesin maaşının çoxluğu Qarabağı tərəddüdə salıb. Hər şey Qarabağdan asılıdır. Əgər Qarabağ komandası maliyyə məsələlərində razılığa gəlsə, Kadi Borges Qarabağa gələcək. Kəpəz futbol klubu futbolçusu Elçin Əlicanovla yollarını ayırıb. Bu arada klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçunun Gəncə təmsilçisi ilə müqaviləsi başa çatıb. Futbolçunun müqaviləsi yenilənməyib və o Kəpəzin sıralarını tərk edib. Əlicanov son 3 ildə Sarı Göylərin şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə 1-ci divizyondan başlayıb. Daha 2 mövsümdə Kəpəz ilə Premyer Liqada çıxış edib. Kəpəz xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Chelsea yeni baş məşqçisinin adını açıqlayıb. Klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Enzo Maresca təyin olunub. 44 yaşlı mütəxəssislə 5+1 illik müqavilə imzalanıb. İtaliyalı Maresca'nın son klubu Leicester klubu olub. Xatırladaq ki, mayın 21-də Chelsea Mauricio Pochettino ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyini açıqlamışdı. Premyer Liqanın son mövsümünün yekununda London təmsilçisi 63 xal toplayaraq 6-cı olub. Çempionlar Liqasında 2023-2024 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Realın yarım müdafiəçisi Vinicius Junior mövsümün ən yaxşısı seçilib. Junior cari mövsümdə Çempionlar Liqasında 10 oyun keçirib, 6 gol vurub və 5 golun ötürməsini verib. O Realın heyətində finalda Dortmund Borussiasına 2-0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Qeyd edək ki, Vinicius Real'a 2018-ci ilin iyulunda 45 milyon avroya Braziliyanın Flamengo komandasından keçib. Braziliyalı futbolçu bu mövsüm 39 oyuna çıxıb, 24 gol vurub və 11 golun ötürməsini verib. Transfermarkt saytına görə bazar dəyəri hal-hazırda 150 milyon avrodur. Bu arada Real Madrid komandasından söhbət düşmüşkən
Daha bir möhtəşəm transferi Real Madrid komandası rəsmən elan edib. Bu Mbappe'nin transferidir. Bu barədə Marca nəşri məlumat yayıb. Xəbərin detalları barəsində növbəti videomuzda sizə məlumat verəcəyik. Kanala abunə olub bildirişləri açıq tutun ki, bütün xəbərlərdən anında xəbərdar ola biləsiniz. Bizi dəstəkləmək üçün videonu bəyənməyiniz və şərhlər bölümündə fikirlərinizi yazmaqla yanaşı videomuzu dostlarınızla paylaşmaq kifayət edəcək. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videoda görüşərik.